Bu nə maşındır ya? Ondan sonra Fusion. Ondan sonra Jeep. Pul vermişlər, ona görə məcbur təriflədi. Ya, yoxsa əslində özünüz bilirsiniz ki... Kreditimi bağladım bu video ilə də. Əslində, yəni, mənə görə bu maşın deyil. Sadəcə Kənandan... Bu təmirdə olacaq da, bu bəs olacaq. Ehtiyacın olacaq. Təmir də oldu, bizənki təmirə gəlmişsən. Kişi kimi gəlirsən ki, sök. Bu təmirə girir, səhər girir, axşamı çıxır, hər şey var. Bunu oturub axtarırsan. Kim bilir? Nəyi? Bunu nəyini axtaracaqsan ki? 3 dənə dükanın əlində qalmısan. Yox, dükan yoxdur. Problem ondur ki, indi qoy Amerikadan gətizdirim, eləyərəm görərəm. Yaxşı. Bu avtomobili məhz batareyaya görə yandırmaq, necə deyərlər, oğul istəyirəm ki, yandırsın. Və hətta buna görə maşın satanlar var. Ona nəzərən xeyli rahatdır, xeyli yaxşıdır və Bu az yandırır. Bildiyiniz elektrokar kimi aparır. Nə istəyirsən, sən 10.000 dolara maşın almısan və adamlar var ki, deyir ki, mən razıyam, 10.000 dolara maşın alım, 5 il sürüm pulluyum, buna da razıyam. Bir xanım gəldi, pəncərə asın üzün neyin üstü xanımdır, bax, üzürlü sahib. Canan, məndən soruşulan birinci sual, dedim belə birinci bundan başlayacağım ki, başın ağrımır? Yox. Beliyin, ayaqların? Belim ağrır, amma bundan qabaq ağrıyır. Bundan qabaq var. Onu bir dəfə də təzyiqin qalxmışdı 200 neçəyə, o da bundan sonra oldu, yoxsa əvvəl oldu? Benzin içmişdim, niyə qalxacaq buna görə? Nə bilim, deyirlər ki, bunu sürənlərin başı belə Yox, bundan öncə başlayır ağrımağa. O da bundan öncə idi. Bu avtomobillərlə bağlı deyilən əsas miflərdən biridir. Mənim şəxsi təcrübəm odur ki, bu maşınlar, xüsusilə də Çin maşınları hansılar ki, çox qəfildən sürətlənir və pillələr qutusu hiss elətdirmədiyinə görə doğrudan da adamda bir təzyiq oynaması effekti yaranır. Yəni onun maşının radiasiyasına dəxli yoxdur. Sadəcə olaraq o sürətlənmə normal deyil. Hə, yəni o normal deyil. Ona görə də sürücülər bunu hiss edirlər və hətta buna görə maşın satanlar var. Destroyer'dır, 05'dir. Bu əslində bəlkə də çox danışılıb, artıq bazarda bu qədər var. Biz bunu niyə danışırıq? Bunun fonunda bizdən soruşulan Siallar da hansı ki deyirlər eyni şeydir. Bir də Gin Plus'lardır. Bundan əsas məsələ Gin Plus eynidir, sadəcə dizayn fərqləri var. Bəli, bu bizim Kənandır, hansı ki həmişə o kameranı o tərəfində olur çəkilir. Bu dəfə öz maşınını dedi, özü danışsın və Kənan deyir ki, bu maşın haqqında verilən məlumatların əksəriyyəti səhvdir. Bəli. Nədir o səhvlər? Deyir, biz də bilək, qoy görək adamlar səni qəbul edirlər yoxsa yox. Nədən başlayım? Başda ondan birinci ki, sən bu maşını biz özümüz tövsiyə elədik. Bəli. Düzgün seçim elədin məncə. Çünki sənin köhnə bir maşının vardı, hər ay aparıb 300-500 ustalara verirdin. Biz də dedik ki, ondansa get o pulu kreditə ver, amma bir təzə maşının olsun. Və şükür Allah hələ ki artıq bir 8 ay var. Hə, 7-8 ay var və şükür. 2 ay artıq 1 il olur hətta. Hə, yəni artıq demək olar ki avqustda 1 il olur və peşman deyilsən. Yox, deməzdim. Düzdür, negativlərim var. Yox, negativlər olacaq. Dediyiniz kimi, yəni 2008-in Xecbek Polosundan keçmişdim də. Ona nəzərən xeyli rahatdır, xeyli yaxşıdır və qənaət edirsən. Və qənaət düşünmürəm əslində. Çünki o biri 10 litr yandırırdı elə, alışmışdım. Yəni onun altında yandıran istənilən şey mənim üçün. Amma bu az yandırır axı. Hə, bu az yandırır. Düzdür, kağız üzərində dedikləri qədər də az deyil. Ən azından mənim sürüşümdə. Hələ sən şəhər rejimindəsən, çox tras görmürsən. Düzdür, bizdə yenə mən baxdım, bazar qiymətləri biz düşündük ki, qalxacaq güzəştlərdən sonra. Qaldırdılar, sonra gördülər ki, çoxdur, alan yoxdur, endirdilər. Yəni yenə də elə 20.500-ə, 21.000-ə bu maşını əldə eləmək olar təzəsini. İndi orada kimsə verir ki, nə bilim 30.000-ə, 40.000-ə, o artıq başqa şərtlər. Təzəsi deyəndə yəqin ki, dekabra qədər gətirilənlərdir də. Çünki artıq yanvardan Çin də eksporta qadırır. 25-dir demək olar, amma ehtiyac hissələri kifayət qədər çoxdur. İndiyə kimi bir dənə transmisiya çəkmişik, hansı ki, transmisiyası dağılmışdı. Mehdi Usta dedi ki, 3000 pul istəyirlər və s. Başqa hələ ki bir negativi olmayıb. Detalları da yəni deyilənə görə su qiymətinədir. Hə, bax, məndə burada bizdə kadrlarda var. Buranı cuzi, dekabrdan elə cuzi əzmişəm. Buranı da biraz qaldırıb. Və bu məsələyə görə məhz maraqlanmışdım, araşdırmışdım qiymətləri. Kapotdur, faralardır, güzgüdür, stoplardır, hətta qapılardır. 200, 300, maksimum 350 manat ətrafındadır. Yəni kifayət qədər normal və yeni maşın üçün demək olar ki, elə havayıdır da.
1.5 mühərriklərdir. Bunlar haqqında 1.5 da sadə atmosferdir, bəli. sadə atmosferdir. Bunlar haqqında səhvlərdən biri transmissiyadır və hələ də bir qəti qərara gələ bilmirik. Yəni ustalar deyir ki, bu YSVT-dir, Priusun üstündə olan planetardır. Yox, tamamilə fərqlidir. YSVT olmağına YSVT-dir. B-də buna elektrik hibrid sistem deyir. Burada deməli araşdırmışam, indi bilmirəm, əgər səhvim varsa düzəldərlər. Transmissiyanın içində planetardan fərqli olaraq 2 mühərrik və 1 mufta klats var. Yəni bunlardan biri P1 generator rolunu oynayır. Elektron belə deyək də mühərriklərdir, mexanizmlərdir. P1 sadəcə generator rolunu oynayır. P3 adlandırdıqları həmin o mühərrik isə təkərlərə gücü verir. Ya bateriyadan gələn, ya mühərrikdən gələn. Amma gücü. YSVT-dir də bildiyimiz. Ad olaraq YSVT-dir. Planetardır. Yox, planetar deyil. Bu sax planetar deyirlər. Usta da planetar deyir. YHS deyir də, BYD özü. Yağı dəyişən də planetar deyir buna. Yox. Yəni, ən azı mən araşdırdıqlarım mövzularda belə deyil. Bilmirəm indi planetarda, çünki bir pillə olur da. Biz həmişə belə deyirik ki, planetarda bir pillə olur. Ya Priuslarda olur. Bunda isə sadəcə 2 dənə elektrik motor və 1 mufta var. Nə yağı tökürsən buna? 0.20. 0.20. Bəli. Yəni tələb də 0.20-dir. Bəli. Çünki daha yeni Çin maşınları 0.16-dır. Səhv eləmirəmsə Çanqanlarda 0.16-dır, A05, A06, A07, daha yeni 0.6-dır. Q05 və s. də. Amma bunlarda 0.20-dir. Sadə atmosfer mühərrikdir. Alpindir, Bardaldır. Alpindir. Alpindir, bəli. Bardal düşünürəm çox olar da, yəni. Bardalı buna çox görürsən. Xərc olaraq ən azından. 3500-də Çindən gəldiyinə görə iş yağ dəyişməsini eləmişsən. 3500 hibrid rejimdə, bəli, iş yağ dəyişməsi olub. Sonra da artıq sonra 10.000-dən bir artıq ikinci 10.000-ni dəyişmişəm də belə deyim. 10.000-dən bir dəyişirsən. Bəli. Hansı səhvlər var başqa bunun haqqında deyilənlərdən? Mühərrik tərəfi standartdır, elə 1.5-lər hamısı. Pillələr qutusuna qayıdım, orada kiçik bir neçə qeydim var. Deməli, pillələr qutusu ilə bağlı 4 avtomatik özünün tənzimlədiyi, həmin o 2 elektrik mühərrikin tənzimlədiyi 4 sürüş rejimi var. Bunlardan biri sadədir. Bu avtomobil ümumiyyətlə pillələr qutusu tərəfində özünü şəhər daxilində sırf elektrokar kimi aparır. Yəni şəhər daxilində 70-80 sürətə qədər bu yalnız elektrokar kimi də o səssizlik, mühərrik yəni hibrid rejimdə bildiyimiz. Bildiyiniz elektrokar kimi aparır. Yox, hibrid rejimində yox. Əgər mühərrik işə düşərsə, məsələn, magistralda deyək 80 yuxarı sürətlərdə ötməyə çıxırsınız və ya ani qaz verirsiniz, o zaman mühərrik işə düşür və bateriya ilə mühərrikin gücü bərabərləşir. Yəni paralel olaraq gedir. Sən yenə orada seçim rejimin var. Yox, məndə heç bir seçim yoxdur. Bu korobka özü, Unizədə rejim var. Unizədə rejimlər var. Burada isə korobka 4 fərqli rejimdə özünü tənzimləyir. Bir sırf elektrikdir, öncə elektrikə üstünlük verir. Əgər bateriya azdırsa, mühərrik işə düşür. P1 dediyimiz generatoru doldurur. O isə P3 dediyimiz hərəkətə gətirən, yəni mühərrik əgər trasda deyilsinizsə, magistralda deyilsinizsə, əsla təkərlərə güc ötürmür. İşləsə belə. Birinci generatoru doldurur, digəri isə təkərlərə gücü verir. O ayrı mexanizm artıq onu edir. Bəli, Burada ikinci rejim odur ki, dediyim kimi, əgər zaryad qazdırsa, mühərrik doldurur. Şəhər daxilində hətta 70 sürətin üzərinə qalxırsınızsa, mühərrik işə düşür və zaryad qazı olduğu, enerji azı olduğu halda birbaşa təkərlərə qoşula bilir. Belə bir rejimdə ardıcıl, paralel, Dilavər Ustanın sevdiyi də ardıcıl, paralel, sırf elektrik və dördüncü rejimdə deməli sırf mühərrikin birbaşa təkərlərə güc ötürməsidir. Dediyim kimi də o da yalnız magistrallarda yüksək sürətdə ani qaz pedalına toxunduqda birbaşa gücü ötürür ona görə ki, təkərlərə ona görə ki, elektrikdə biraz o gecikmə olur, tork dediyimiz o gücü itirir də. Ona görə birbaşa təkərlərə qoşulur ki, heç bir şeyi itirməsin. Bəs komplektasiya fərqləri var, sadə, o yoxdur, bu yoxdur. Komplektasiya adətən ikisini bilirəm mən. Sadə və full dediyimiz də bizim el dilində full dediyimiz. Bu sadədir. Çünki biz sifariş eləyəndə soruşduq, Çindən gəlib də bu. Dedilər ki, ancaq sadə var orada, ağ, qara və bu yaş asfalt rəngi dediyimiz. Yəni nə yoxdur ki bunda məsələn? 360 kamera yoxdur. Sonra bu fulllarda burada faranın bu nikel hissə burada artıq işıqdır, bütövdür. Lidar sensor öndə bu gördüyünüz yeri var amma yoxdur. Hansı ki bu lidar sensor deyil. Var amma özü yoxdur. Yəni Distronic rejimi yoxdur. Yeri var, bəli, Distronic rejimi yoxdur. Sonra fulllarda güzgünün arxasında zavoddan video registrator gəlir 360 kameranı tamamlamaq üçün. O bunda yoxdur. Bu texnologiya yoxdur deyə faralar LED olsa belə adaptiv deyil. Qarşıdan avtomobil gələndə
söndürüb yandırmaq və ya istiqamətini dəyişmək yalnız fulllarda var. Fulllar daha böyük 17-lik disklərlə gəlir və şarj yuvası bunda sadəcə ev şəraitində olan AC-dir, yəni AC-da belə deyək. Fulllarda isə bu DC, yəni sürətli şarjda gəlir ki, o da deməli 30-dan 80%-ə qədər təxminən 25 dəqiqəyə yığır. Yəni biz dizaynla danışmırıq ki, nə bilim bu kənardakı dənizin bu dalğası və s. Dalğanın sahilə vurduğunu sanki bir növ belə deyim də. Yəni bu dizayn onu ifadə edir. Bəli, Ocean seriyasının ilk plug-in hibrid sedanıdır, BYD-nin Ocean seriyasının. Destroyer adı da məhz oradan gəlir ki, biraz dəniz və s. və axır. Bunun biraz o aqressiv digər modellərə baxanda aqressiv dizaynı da ona ehtiva edir. Amma clearance-ı da kifayət qədər yaxşı sayılır. Yaxşıdır. Yəni və bizdə də ən çox, yəni deyirəm, bunu bizim bazara salan taksilər oldu, sahibkarlar oldu, qiyməti də uyğun gəldi və demək olar ki, kütləvi şəkildə bunlar həmin o Priusları əvəz eləməyə başladı. Düzdür, indi bunların taksi olanları daha çox ağ rəngdədir və alanlar, məsələn, Kənan məhz ona görə bu rəngi aldı ki, ən azından taksi deyil, bu bilinsin. Və məhz çoxdur deyə, taksi də çoxdur deyə bunu seçdik ki, bizdən də kim soruşunda deyirik, qarası da çox gözəl görsənir. Bəli, bəli. Bizdən də kim soruşunda deyirik ki, özünü alırsansa ya qara al, ya metalik rəngi al, hansı ki, yəni ağ konkret olaraq oturduğun yerdə gəlirlər ki, sür. Yəni sən də deyirsən ki, valla bu taksi deyil. Hətta bunda da bir dəfə olub, tıxacla gedirdim, qapıların avtomatik kilidi var idi. Bir xanım gəldi, arxa qapını açmağa çalışır, ali məhkəmə tərəfdə. Pəncərəni açdım, dedim, neyin işsiz xanım? Böyle baxdı, üzürlü sayın, çıxı getdi. Bilmədim ki, bizə gözləyirdi, ya taksi gözləyirdi. Fikirləşib taksidir, ona görə. Bəlkə də məhz bu rəng kimsə bir tanışı gəlib onu götürəcək. Amma bu rəng taksi olmaz əslində, ona görə deyirik ki, yəni əsasən ağ məsələ, çünki yenilər hamısı belə gəlməlidir. Yəni mühərrik xana haqqında budur. Bu təbii ki, yalançı hibrid deyil, bir çox Çin maşınlarında olduğu kimi. Məsələn, Geely-də falan bu bildiyimiz invertoru olan, konkret, ayrıca belə deyək də, hibrid sistemi olan bir avtomobildir. Mühərrikxana haqqında kiçik bir detal da yaxınlaşaq zəhmət olmasa, gördüyünüz kimi mühərrikin xaricində hər hansı bir remen yoxdur, kəmər yoxdur. Yəni bu ötürücü qayış çöldə yoxdur, hə? Ötürücü qayış yoxdur. Bütün onların hamısı su pompası, yağ nasosu və üçüncü bir detal da vardı, unutdum, videonun üzərinə yazarıq. Onların heç biri qayışla yox, sırf elektrik motorların hesabına, elektriklə. Soyutmanı pər nəyin gücünə verir? Pər var axı orada. Bilmirəm. O tərəfini bilmirəm açığı. Amma pər var, pər ayrıca işləyir. Pər var, amma su pompası, yağ nasosu kimi şeyləri remen hərəkət elətdirmir. Bunu tənzimləyən sırf elektrik motorlardır. Maraqlıdır. Əslində mühərriki oxuduğum üzrə daha doğrusu bir o qədər bilmirəm də, yəni ki, düz deyək. Mühərrikxana qəliz deyil. Remenin olmamağı mühərriki əslində biraz daha rahatlaşdırır. Ustaya işləmək üçün kifayət qədər yer var, əl yeri var. Ustalar həmişə buna fikir verirlər. Akkumulyator yəqin ki, sadədir. Hərçənd ki, stop-start rejimi əslində bilmirəm, ehtiyac var ya yox. Var amma. Yəni tıxacda sönürsə. Yox, xüsusi bir stop-start yoxdur, çünki adətən tok olarıq, tokla gedir. Hə də o halda ehtiyac yoxdur, amma ümumiyyətlə deyirlər ki, yəni bu tip o qəbul edicilər çox olanda ECM olsa, EFP olsa daha yaxşı olar, yəni start-stop akkumulyator olsa daha yaxşı olar. Bunu deyirlər və belə qalan o mayeləri falan aydın məsələdir. Bunlardan detallı danışmırıq və keçək oturaq salona, görək salonda nə hiss edirik. Salona keçməmişdən öncə mən bağlayım. Askı sistemi də ön McPherson'dır. Arxalar isə yarı müstəqil dediyimiz torsiyon sistemidir. Tam bağlamadım deyəsən. Neysə, baxarıq ona. Onun da üstünlüyü nədir? Deməli, ön McPherson'da çox rahatdır. Önlə bağlı bir şikayətim yoxdur. Sadəcə arxada biraz kəskin, o suni tramplin dediyimizdə o maneələrdən keçəndə arxanın yarı müstəqil olmağı çox sərt. Avtomobilin arxasını tullayır da bir növ sanki belə dalğalanır arxası, sərt hiss edir. Hamısında belədir yəni? Hə, hamısında belədir. Çünki bəlkə amortizator, bəlkə nəsə. Yox, amortizatorluq deyil, yəni ilk gələn gündən belədir. Və bu şarj yuvasını da burada göstərim. Bunlarda sadə olduğu üçün yalnız bir növdür, AC-dir, ev şəraitində. Ev şəraitində, hə. Ki, bir çoxları da elə onda üstünlüyü verirlər ki, ev şəraitində. Şarjı burada elə yekunlaşdıraq icazənizlə. Bu son dövrlər paylaşılır da, evdən zaretkaya qoydular, nə bilim, maşın yandı və axır. Bu avtomobili məhz bateriyaya görə yandırmaq, necə deyərlər, oğul istəyirəm ki, yandırsın. Çünki bu və bunda olan bateriya növü LFP-lər, bateriya altdan zərbə alsa belə, deşilsə belə, oksigenlə təmas eləmədiyinə görə
partlaması mümkünsüzdür. Sırf LFP batareyalardan gedir söhbət. Yo, indi o yananlar da biz bilmirik ki, nəyə görə yanır. Hə, yəni dediyim kimi sırf Bataryadan, batarya yuvadan yanır, hardan qapanma verir, onu hə, naqil və sair problemsiz olsa, mən məsəl üçün nə edirəm? Məndə də bina evidir və aşağı mərtəbələrdir də. Mən bir uzadıcı dediyimiz o traynik dediyimizdən istifadə eləyərək sadəcə pəncərədən utiliteli aşağı ötürürəm. Öz adapteri ilə sadəcə zaryadka Amma evin işığına deyirlər ki, o elə şey verə bilər də, yəni yanğını o elə geriyə verir ona görə. Yəni yanan maşın deyil, yanan binanın işıq istəyir. Güclü bir voltajla qəbul eləmir axı ev şəraitində çox aşağıdır. 8 kilovat batareyası var. O da güclü bir şey almır. Yox, bu batareyaları doğrudan dediyim kimi məhz batareya məsələsinə görə yandırmaq mümkünsüzdür. Neçə saata doldurursan bunu? 8 saat. Deyim ki, doldurmuram. Niyə? 1-2 dəfə belə eləmişəm. Çünki az verir. Bu sadə komplektasiyalarda kağız üzərində 55 kilometrdir. O da 20-25 işləməsi üçün lazımdır. Əslində lazımdır. Bəli, LFP batareyalara 10 gündən bir ən geci də belə deyək. Zaryadka qoymaq və hətta 100% zaryadka qoymaq lazımdır. Düzdür, hər gün də qoya bilərsiniz, amma ən azı 10 gündən birdir ki, əgər şəraitin yaxşı deyilsə. Hə, 2 dəfə qoymuşam. 10 ay ərzində cəmi 2 yoxsa 3 dəfə qoymuşam belə. Çünki dediyim kimi o yürüş olaraq mənə güclü bir şey vermir. Maşının içi genişdir əslində. Elə taksidə də oturanlar deyir, istifadə edənlər də deyir. Ona görə də gəlin indi içərdən həm də oturub danışaq, görək burada nə var, nə yox. Rahat ayaq uzatma yeri var. Ölçü olaraq deməli bu avtomobili, yəni biraz belə qoyum, sərinliyimizi də təmin eləsin. Ölçü olaraq xarici görünüşlərdə deməli əsas ölçü baxımından rəqibi Camry-dir. Sırf uzunluq baxımından da yaxındır. Corolladan və s. bu yeni nəsildə sonuncu sıfır gələn Corollalardan daha böyükdür, həm iç olaraq, həm çöl olaraq. Elantra isə iç məkanda daha genişdir, sonuncu Elantralardan gedir də söhbəti. Yəni arxada diz məsafəsi falan kifayət qədər idealdır. Yox, genişdir, ha, genişdir. Bir neçə dəfə özünüz də səyahət eləmisiniz də bu avtomobildə Raqif bəy. Bəli. Rahatdır, yormur, necə deyərlər. Ümumi ölçülər baxımından, komfort və s. baxımından bir narazılığım yoxdur. Sən dil məsələsini necə həll edirsən? Bunlarda yaxşıdır, o çanqanların problemidir. Bunlarda ya Çin, ya ingilis dili standart gəlir, dəyişmək olur. Xüsusi bir şeyə ehtiyac yoxdur. Əslində çanqanda da gəlir də. Gəlir, amma tam çevrilmir çanqanlarda. Ha, bunda %100 olur ingilis. Bunda hə, %100. Sadəcə öz proqramları var. Məsələn, gördüyünüz kimi burada özünün bu səsli assistantıdır. Nə bilim, özünün bəzi default proqramları var. Səsli assistantı keçən dəfə Əlövsətin maşında yazmışdılar ki, bəs siz nə danışırsınız bu səslə? Bəyən bu yəni bizim dilimizdə qəbul edir, eləmir axı? Yox, eləmir. Ya Çincə danışmalısan, ya da bilməm ingiliscə heç olmasa qəbul edirmi? Yox, məncə ancaq Çin hərfləri falan görürəm. Onda mənim nəyimə lazım bu səsli assistant? Yəni bunu necə önə çəkib deyirlər ki, yox, siz düz danışmırsınız orada səsli assistant var. Var, amma mən hətta gördüyüm bəzi videolar falan da var. Elə bizim Azərbaycanlıların videoları. Bir Çinli taksiyə bir Çinli müştəri əyləşir. Hə, Çinli danışır da, hə, amma sən danışa bilmirsən axı. Ona görə ki, bu avtomobil bizim bazar üçün deyil. Yəni bu sırf Çinin özü üçün hesabladığıda hətta gördüyünüz kimi bu bölgə olaraq da hələ də qalıb Çində. Amma yenə ingilis dili verir axı sənə. Çin özü üçün sən niyə ingiliscə versin ki? Ola bilər də, nə bilim, bilmirəm. Yəni Çində yaşayan qeyri-Çin əhalisi üçün yəqin ki, düşünüb bunu. Amma dediyim kimi ölkə olaraq, bölgə olaraq da qalıb orada Xorqasdasan indi sən. Hə, oradayam. 25 dərəcə hava əladır, yaxşı günəşlidir. Belə, yəni nədən istifadə edirsən burada əsasən? Radio məsələsi yenə də radio məsələsini onlayn mən istifadə eləyirəm onlayn proqramlarla. Düzdür, indi internetə qoşulu deyil. Amma internetdən götürür də, hə. Yəni yenə də internet istəyir səndən, paket istəyirəm əlli başlı. İnternet olmayan versiyalar da var. Xüsusi belə plata kimi belə kiçik bir şeydir. Yapışdırırlar məsələn bura. Uğraşın maşında olanlardan. Hə, gətirib kabeli USB yerinə birləşdirməklə offline radio əldə edə bilirsən. Amma mənim internetlə qulaq asmaq adətən rahat olur deyə, yəni məni narahat eləmir də bu belə deyil. Amma belə başlayım ki, CarPlay-ə qoşmusan da, Waze. Yox, CarPlay yoxdur. Bu sırf özü Android-dir. Waze özünün var ki. Özüm yükləmişəm, bəli. Hə, sən yükləmişsən. Sırf Android kimi APK dediyimiz formatla buna proqramları yükləmək olur. Amma bir neqativi odur ki, bu Android-in bu Huawei sistemidir. Huawei də Google-la o sanksiyalar məsələsinə görə Google servisləri normal yükləmək olmur. Ona görə məcbursan ki, bir aldadıcı proqram necə deyirlər yükləyəsən, bu MicroG dediyimiz həmin bu proqramla rahatlıqla yazırıq, bir-iki quraşdırma eləyirik və artıq YouTube-un və s. Yəni IP-ni zaten dəyişdirməklə. Yox, IP-ni dəyişmirsən. Sadəcə Google
varmış kimi qəbul elətdirirsən buna Google-un servislərini və artıq Google-un o ekosisteminə daxil olan proqramları yükləyə bilirsən. Amma yenə də mənim sevmədiyim yenə hər şeyin monitorda olmasıdır. O da özünküdür də yəqin. Özününküdür hamısı. Bəziləri özü qoyur. Yəni burada düymədə bir dənə modları görürük. Yox, düymələr əslində deyim ki, çox rahatdır. Bax, bunlar kondisioner üçündür. Bu 3 düymə. Bunlar verir. Bu modları dəyişir. Parking və ya avto-hold dediyimiz burdadır, qəza işığıdır. Bu sürüşmə üçündür. Rejimlər. Bu rejimlər EV-yə vurduqsa yalnız tokla gedir. HEV-yə vurduqsa yalnız hibrid rejimə keçir, qarışıq rejimə keçir. Yanacağa ayda ortalama nə qədər pul verirsən? Çünki 10 gündən bir vururam mənim rejimimdən. Hardasa 95 istifadə eləyirəm. Çünki sən də günə heç olmasa bir 60-70 kilometr gedirsən. Hardasa, heç olmayan. Hardasa. 10 gündən bir vururam, 200 manatdan yuxarı düşünürəm çıxmır mənim yanacaq xərcim. Çünki bir 60 manat ətrafında tutur. Tam bak ətrafı olanda 95-lə 3 dəfə vururam da ayda təxminən belə. Ayda 3 dəfə, onda çoxdur da. Ayda 3 dəfə çoxdur məncə. Çünki elə mən də ayda 4 dəfə vururam da, nə oldu? Sənin tam bakından mənim tam bakım eyni deyil axı. Yəni bu 95 ilə maksimum 60 manat tutur. 60-62 manat da belə. Tutum olaraq da 48 litr bak tutumu var. O da var. Onu da o baxımdan da yaxşıdır. Amma yenə də bu bizdən axırıncı videolarda soruşulan suallardır. Ona görə də mən bunlara indi hazırda cavab axtarmağa çalışıram. Hətta burada deməli bizə nəyi göstərir? Ümumi yürüş 21 mindir və ortalama 5.6 litr sərfiyyatım olub mənim. Mənim ani sürətlənməyim falan biraz çoxdur. Ümumi 21 min kilometrə 1214 litr yanacaq istifadə eləmişəm. Alandan bəri ümumi istifadə olunan yanacaq. 21 min yürüşə 1214 litr. Böləndə də təxmin edir 5 litr. Və yəni multiskanda da o çevirmələrdir, məsəl üçün telefona cavab vermək və s. hansı bunlar var. Çanqandan fərqli olaraq burada bəzilərini sırf buradan yox, multiskandan da qarşındakı monitordan da idarə eləyə bilirsən. Məsələn, sizin sevmədiyiniz kondisioneri ya buradan idarə eləyə bilirsən və ya buradan onun sürətini, temperaturu buradan idarə eləyə bilirsən, bəli. Daha sonra təkər havası, ortalama istifadə elədiyin enerji, yanacaq, ümumi son 50 kilometrə, 100 kilometrə nəzərən burada sərfiyyatın, pluginlə nə qədər geri dönüş almısan, sürüş müddəti və s. və laxır və bunların hamısını burada gördüyümlərimizin əksəriyyətini biz bu monitorda da görə bilirik. Yəni head-up deyil, amma gözünün önündə ən azından əsas adam var əksinə head-up'ı sevmir, qıcıqlanır, amma head-up'ı öyrəşən də onu axtarır. Bunu da həmişə biz çəkilişlərdə görmüşük ki, kimsə deyir ki, mən bunu üstünlük hesab edirəm. Başqa neqativi nədir? Çünki bəyənmədiyin tərəflərində Mənim bəyənmədiyim tərəfi izolyasiya ilə bağlı, arxa təkərlə bağlı deyirlər yazılan forumlarda filan ki, arxa təkərdə biraz o təkərin içində bəlkə o izolyasiya daha yaxşı ola bilərdi, amma deyək ki, tam şüşələr qapalı, şəhər daxilində gedirsən, mən bir ara çox o türklər demiş, takılmışdım ona, çox səsi verir içəri. Yanından bir avtomobil biraz səndən sürətli keçsin, elə bilirsən ki, pəncərə açıq qalıb. Təzə-təzə vəbşə əlimi atırdım şüşəyə ki, görüm açıq qalıbsa. Volkswagen-dən sonra normaldır da o. Amma köhnə Volkswagen idi də o. Yox, ümumi səs izolyasiya çox yaxşıdır. O dediyim mənfilər olmasa, ya buradan mən sanki alıram biraz o qapının bu güzgü tərəfdən izolyasiyanın qüsurunu. Sonra 2025 və özünə innovasiya ilə təqdim edən bir avtomobil üçün oturacağın manual tənzimlənməsi. O artıq komplektasiya tərəfli manual. Nə istəyirsən, sən 10 min dollara maşın almısan, hələ deyirsən ki, o da olsun. Bir yağış sensoru şüşəsindən üçün nə qədər xərc ola bilər istehsalçıya? Yox, istehsalçı üçün orada hər, nə bilim, 50 sent belə böyük rol oynayır. Çünki söhbət burada konveyerdən və milyonlardan gedir. 8750 dollar zavod çıxışı idi da bunu mən alanda. Bu 8800 olsa almayacaqdım. Bura bir də yağış sensoru qoymaq ki, şüşəsilənlər avtomatik işə düşsün. Əslində onu çox göməndə də yoxdur. Mən ona rahat eləmişəm. Sən köhnə maşın sürürsən. Yox da köhnə deyəndə ki, yəni gördün yağış var. Ən azından rejimlər var, düzdür? Hə, rejimlər var. Və salonda yağışın sürətinə görə rejimi müəyyən elə qurtardı getdi də. Ola bilərdi də, bəsit şeylərdir. Ola bilərdi amma. Mən onu məsələn şəxsən ciddi problem saymıram. Yox, problem görmürəm, amma bir növ komforta hesablanmış bir şeydir da. Amma yəni bu da təhlükəsizlik məsələsi orada var, burada yoxdur. Bu da mənim üçün məsələn ciddi bir şey deyil. Nə yoxdur? Güzgü məsələsi. Hə də elə olur. Köhnə maşınlarda biz alışmışdıq ki, hər ikisində var və olur. Hə, sənin üçün bu var da, oradan baxışdan üzvə. Amma yenə də qiymətinə görə mən də bunu belə qəbul edirəm ki, qiymətinə görə çox yaxşı avtomobildir.
Çünki bu qiymətə sıfır avtomobil başqa bir şey yəqin ki olmayacaq heç düşünürəm. Düzdür, yenə də Çinlilərdən nə desən çıxar. Amma məncə bu yaxşı bir dalğa oldu. Heç bundan sonra bu tip gəlir, gələcəkmi, bu qiymətə olacaqmı bilmirik. Yox, Seal 05, 06-lar falan gəlir. Ön tərəfi daha yuvarlaq, gövdə tərəfi də ümumiyyətlə belə deyək, daha yuvarlaqdır. O birə-bir budur, yoxsa onda da fərq var amma? Yox, yeni texnologiyadır o və daha az olduğuna görə ehtiyac hissələri də daha bahadır. Hə, çünki onu alan düşünür ki, bu çoxdur, bunun detalı ona gedəcək. Daha fərqli üçün, hə. Məsələn, bunun farası 250 manatdırsa, ortalama götürəm. Onun farası 650-700 manatdır. Hə, amma Jim Plus-da birə-bir gəlir, yoxsa yox? Jim Plus-da birə-bir gəlir, sadəcə kuza hissələri istisna. Salonda biraz fərq var, orada bura biraz belə deyil. Amma texniki olaraq eynidir də orada. Burada məsələn, hə, mühərrik və hibrid sistemi texniki olaraq eyni versiyadır, eyni nəsildir. Burada məsəl üçün pillələr qutusu Fusion-da və sair gördüyümüz kimi də belə düymədir. Onlarda isə Prius'larda olduğu kimi balaca bir dənə belə pillələr qutusudur dəyişmək üçün. Monitoru daha balacadır, daha texniki parametrləri səhv eləmirəmsə daha kiçikdir. Gim Plus, Seal və sairədən fərqli olaraq yalnız bu modelində bizə gələnlərin ən azından monitor dönə bilir. Hə, bu monitor dönməsi məsələsində mənim üçün rahatdır. Bəzən magistral yollarda falan gedəndə monitoru döndürərək Waze-dən və s. istifadə edirəm və elə bu formada monitoru bölüb bir tərəfdə Waze, bir tərəfdə radio, musiqi və s. və axır istifadə edə bilərəm. Yəni ekranı bölmək bu yaxşı məsələlərdəndir. Rahatdır. Yaxşı, bu suya girənlərə necə baxırsan? Axır vaxtlar bu maşınlarla suya girib, mən sudan keçdim deyənlər var, heç nə olmayıb, əladır. Bax, bayaq gələndə burada biraz nahamarlıq var idi, su hələ də var idi da bu ərazidə. Bütün avtomobillər suyu biraz kənardan keçməyə çalışırdı. Mən də onlar kimi keçdim. Adətən çalışıram yayınam. Amma deyim ki, bu bəlalı və hələ də öz həllini tapmayan, mən bilən o Zabrat yolu Tunel? Yox, körpüyə qalxmamışlar. Hə, orada hələ də var. Qayaya çatmamış da, belə deyim. Hə, oradakı o sudan elə son 10-15 gündə 1-2 dəfə keçmişəm. Yəni, narahat eləmir məni. Düzdür, gəldiyim sürətlə də keçmirəm. Təbii olaraq biraz orada biri yazmış ki, İV EV rejimində keç, problem yoxdur. Yoxlamaq istəmirəm və maraqlı da deyil. Hə, məncə də, yəni biz onlardan yavaş-yavaş üzə çıxdıqca çəkəcəyik ki, hər halda onlar onu eləyənlər ustaya getdikcə, biz o üzə çıxan fəsadları gördükcə təbii ki, bizim ustalarda kimdə olsa mütləq çəkəcəyik, amma bununla fəxr etməyə dəyməz axı. Hər bir halda bu avtomobildir, nə də qədər olmasa, lap belə izolyasiya olunub buna hesablansa da belə, adi şeylər var da, yəni bunun salon filtri var, bunun naqilləri var, o var, bu var. Yəni bu offroader deyil ki, deyəsən ki, nəyə lazımdır ki? Nə olur sudan keçəndə? Heç nədə, yəni cəmaət durmuşdu, mən girdim, keçdim. Ötən günlərin birində biri paylaşılmışdı, bir dənə BYD gəlir, yolun kənarında su göl yaranan bir yer idi da. Bir Chevrolet Cobalt dayanıb və bu BYD-nin o yararaq gəldiyi o suyun dalğası Cobaltı hərəkət elətdirir, itələyir qabağa. Niyə də? Yəni get də normal. Elə o dalğa da vurur, cəmaatın mühərriklərini dağıdır da. Çünki mühərrikin o hava xortumuna dalğa çatdısa və salam artıq hazır olur. Bir də yanacaqla bağlı unutmuşdum, əlavə eləmək istəyirəm. Deməli bu avtomobil deməli termal səmərəlilik deyirlər. Azərbaycan ilə ən azından belə tərcümə olunur mənim baxdığım mənbələrdə. Bu dünya üzrə top 5-də ikinci mövqeyi tutur həmin o termal səmərəlilikdə. O da nədir? Deməli bu Avropa və Amerika, Asiya avtomobillərində 30-35% civarındadır həmin bu dediyim termal səmərəlilik. Siz təsəvvür edin ki, avtomobilə 100 litr 100 manatlıq yanacaq vurursunuz, belə deyək. Və Avropa, Asiya, Amerika avtomobilləri o yanacağın sadəcə 30-35 manatını avtomobili hərəkətə gətirmək üçün istifadə edir. Geri qalanı mühərrikin isinməyi, sürtünmə, katalizatordan, egzostdan çıxan həmin o tüstülər və s. onun hesabına itkiyə gedir. Bu avtomobildə isə o göstərici 43,4-dür, səhv xatırlamıramsa. Birinci yerdə deməli Geely'nin Galaxy L6 və L9-u gedir, səhv xatırlamıramsa. Çin arasında, Çin maşını arasında. Qlobalda da, hə, amma Çin bu məsələdə dünyada liderdir. 5-dən 3-ü olardı, səhv bilmirəmsə. Bir Geely idi, 2 BYD-dir, 3 Dongfeng idi, 4 Toyota Camry hibrid. Biz həmişə onu... Bir də üstəlik o qədər baha olmayan modellərdən danışırıq da elə biz. Hə, nisbətən. O da var elə. Yəni Camry 4-cü sıradaydı, Camry'nin hibridləri ki, dünya üzrə Camry'nin o hibridi və yanacaq sərfiyyatı ən yaxşılardan biri qəbul edilir. Çünki Toyota'nı biz belə deyək də burada lokomotiv kimi görüb götürmüşük. Hə, yəni bax, bu da Destroyer ilə bağlı hər halda
Yenə də biz vaxt qazanmağa çalışdıq, artıq ortada bir sürüş təcrübəsi var və yenə də bugün hələ səhv bildiyimiz şeyləri ən azından düzəldək deyə danışmağa çalışdıq və mən yenə də bunu qiymətinə görə kifayət qədər yaxşı hesab edirəm, yaxşı bir alternativdir. Amma indi bir çoxları dedi ki, 3 illik, nə bilim, bir dəfəlik avtomobillərdə, yəni adnarazv avtomobillərdə deyirlər. Yəni yenə də düşünürəm ki, kimsə və adamlar var ki, deyir ki, mən razıyam, 10.000 dollara maşın alım, 5 il sürüm tullayım, buna da razıyam. Yəni yenə də o məni qane edəcək. Satış olaraq düşünmürəm ki, mən bunu satacağam, necə satacağam filan narahat eləmir məni. Bir də mənim üçün neqativ nə, dünəndən ağlımdaydı ki, onu mütləq deməliyəm. 21.000 gedib da, yəni yaxşı tərəflərini deyəndə gərək tam necə deyirlər, adekvat danışım. Bəzən kəskin döngələrdə filan bu orta sütunun yanından, bu qapı istiklərindən filan bir cırıltı səsi gəlir artıq mənim qulağıma. Biraz kəskin dönəndə və ya nə bilim, təsadüfi hallarda olur da o. Nəyin cırıltı olduğunu bilmirsən? Bu cırıltı da elə bir məsələdir ki, onu mümkün deyil ki, necəsə tapasan. Gərək sökür. Amma stereoskopla falan gərək oturasan. Hətta oturacaq belə, yəni yaxşıdır, rahatdır. Rahat oturacaqdır. Yəni deyirsən ki, belə maşınlar var ki, deyirsən ki, əkinə nə istəyirsən bu qiymətə maşından, məsəl üçün də deyir ki, elə Hyundai-dan digərinə çəkəndə deyirlər ki, budur da, yəni nə olmalıdır ki? Özəllik olaraq siz deyən kimi artıq bir şey gözləmirəm, amma bu dediyim həmin o biraz izolyasiya bəlkə o da müəyyən qədər qəbul oluna bilər. O da istəyirsən get apar sökdür, get apar sökdür. Amma bax bu tam yığdır. Məsələn bu qapının içindəki o cırıltı 20.000 gedəndən sonra qəbul olunmazdı da mənə görə ki. Yəni əvvəl yox idi, sonra var. Yox, son bir ay yarımdır yaranıb. O kəskin döngələrdə bir cırıltı gəlir. Tuta bilmirəm və o Rəşad usta mənə biraz salıb o xəstəliyə. Yəni yavaş-yavaş tökülməyə başlayır. İstəyirəm qapını sökən, heç bilirəm ki, yığanmayacaq. Bax o da var. Bax ondan da qorxanlar var ki, müdaxilə etmək istəmirlər. Amma sadədir. Yəni bildiyimiz qədər sadədir. Yenə deyirəm, ən gözəl tərəfi də odur ki, bu maşından o qədər çoxdur ki, hətta bunu sırf ölxanaya gətirənlər var ki, əşi al da, apar sök. Yəni bunu gətirib söküb satmaq daha sərf edir, nəinki maşın kimi gətirib üstünə nə bilim 500 manat, 1000 manat qoyub qazanmaq. Çünki çoxdur da, kifayət qədər çox gətiriblər artıq. Ona görə də rəqabət də çoxdur. İnanmıram orada da qazana biləsən. Çünki hər yerdə var da detal. Yox, indi ölxanadır da hər halda. Yəni necə məsələn Toyota Prius da elə oldu da. O qədər artıq tulladılar ki ortalığa. Mən bunu elə almağım üçün meyarlardan biri oldu. Prius'u deməli araşdırdım ki, bu onu əvəz eləmək üçün gəlib. Prius 20'lərin qapısı keçən il ən azından 20 manat idi. Təsəvvür edirsiniz. 20 manat hətta. Prius 30'un qapısı 50 manat idi. Qapı, bildiyimiz qapı. Yəni bənzətmək üçün deyim, bizim bir köhnə keçmiş iş yoldaşımız, Infiniti sürən iş yoldaşımızın avtomobilinin qapısını ölüxanadan işlənmişini 1000 manat aldıq. Ha da, çünki o ki azdır, bir iki adamdadır. Təbii ki, o da bilir, ona görə də. Amma bu yenə də yaxşıdır. Nəticədə kim qazanır? Sürücü. Əlbəttə. Sürücü daha çox, yəni baxır, görür ki, əl çatandır. Daha çox insan yeni avtomobil almağa imkanı çatır da ən azından ki, hə 20 min var, yeni onu alım sürüm. Amma hələ də bu sualı bizə radioya yazanlar var, ona görə biz bunu həm də çəkirik ki, məsələn, bunu alım bu qiymətə, yoxsa misal üçün Amerikadan gələn Ford olsun, nə bilim, biraz sürülmüş Hyundai olsun, biraz təbii ki, modellərə görə 20 min civarında olanlar deyirəm. Hər nəvi dediyimiz avtomobil. Hə, amma məncə hələ də yenə də 20 min civarında yeni avtomobil kimi yaxşı təklif olaraq qalır. Hə, bir Azərbaycanlı kimi əgər avtomobilin almamışdan satışını düşünürsünüzsə, almayın demək olar bəlkə də ki, narahatsınız, bilmirsiniz necə olacaq da. 3 il sonra, 5 il sonra bu avtomobilin texniki vəziyyəti nə yerdə olacaq, bazar payı, öz dəyəri nə yerdə olacaq. Bunları bilməyən adam və satmağı düşünən adam, ola bilər də adam tez-tez avtomobil dəyişir, indi həvəslənib alıb bunu bir müddət sürüb satıb başqasına almaq üçün o halda. Amma yəni sən məsəl buna gedib 3000, 4000, təxminən 3-4 min buna pul verirsən iPhone-a. 3 il, 4 ildən sonra elə günə qoyurlar ki, bunu. Hə? İndi 300 manat. Yəni başlayırlar artıq yenə o keçən dəfə dediyim məsələlərə, kameranın keyfiyyətini öldürməyə, nə bilim, nə. Mən məsələn bunu dəyişmək istəmirəm. Amma yenə də alanda da bilirsən ki, hə, sən bu 3-4 min verirsən və bunu sabahlar demək olar tullayırsan da, maksimum uşaqlara verirsən, maksimum sənin ikinci telefonun olur və yəni sən hər 3-4 ildən 1-3-4 min verirsənsə, avtomobil də ona doğru gedir ki, Çinlidir ki, hə də mən sənə bunu verdim. İstəmirsən, əgər səni qane eləmirsə o dediyin məsələlər, onda 4-5 ildən bir gətir mənə 10 min dollar ver, sənə təzə maşın verim sür də. Amma bu avtomobildir, burada artıq qiymət fərqli olur. Yəni indi avtomobillə onu müqayisəni istəmirəm. Hətta dəyər olur. İndi adam deyir ki, yaxşı 3000 də kredit götürərəm, bir ilə bağlayaram. Amma sən bunu elə onda belə çıxacaq, ancaq maşın kreditini bağlamalısan da. Yəni bax bu müqayisəni eləyib qərar vermək lazımdır. Siz bu avtomobil istəyirsiniz, yoxsa eləsini alırsınız ki, nə bilim, gələcəkdə də sizə ən azından qiymətini çox itirməsin və daha uzun müddət sizə xidmət edə bilsin. Bax, sürücü tipi belədir. Bunu bir 2 il olar da dəyişmişsiniz. Köhnə
ikinci telefon kimi işlədirsiniz? İkinci telefonunuz var? Yox, onu deyirəm də. Deyirəm ki, yəni Dedim bəlkə. yox, mən məsələn mənim üçün telefona pul verməyə dəyməz. Mən bunu da belə deyinə aldım, özünüz bilirsiniz. Xatırlayıram. Hə, yəni əlavə bir dənə pul gəldi, oradan aldım, yoxsa almazdım. Yəni İkinci telefon üçün burada bax belə şeylər də var ha, güzgü falan, eynək falan qoymursansa. sirləri paylaş qoy bilsinlər, hə. Biri burada var, biri də bax burada var. Çəkə biliriksə. Ha, Burada cəmaətin bir evini gizli- yıxmaq kişi, Hə, bəs. heç nə, yaxşı. Cəmaətin- Yaxşı, burdadır, yaxşı. Bax, burada bir dənə də belə kiçik bir cib var. İndi- Qəpikləri falan atıram bura. Bu səhv başa düşülməsin, şüşə açmaq üçündür. İndi əziz xanımlar, maşına oturan kimi zəhmət olmasa, birinci bunu endirin, görün buradan nə çıxır, hə. Yox, yəni nəyi demək istəyirəm? Mənə görə, tutaq ki də bu nə bilim 14-dür də. Bundan sonra bir 3-ü çıxıb da, yəqin ki. 15, 16, 17 bu sentyabra inşallah 18 sıxır, siz hələ 14-dəsiniz. Ay sol. Və mənə görə 17 ilə 18 ilə bunun arasında heç bir fərqi yoxdur. Yəni mənə o maraqlı deyil dəyişim. Sadəcə dediyim kimi artıq bir vaxt gəlir ki, kamera, çəkiliş, məsələn mən bunu kameraya görə dəyişməli oldum. Ya yaddaş da olur, indi hələ ki o baxımdan yaxşıdır, ya da ki görsən artıq ətrafdakılar sənə belə bir tərəf baxır ki, iki kişisən də, yəni o həmişə kimi başqalarına görə yaşamaq. Ona görə məcbur qalıb bilsən ki, hə deyil. Amma bu ilk telefonu ki, mən ona özüm pul verdim, aldım. Yəni mən telefona, mənə görə bu artıq xərcdir. İndi yenə başlayacaqlar ki, bəs sən keçən dəfə maşında dediyin kimi, mənə görə yenə də istəyirəm ki, avtomobil mənim olsun, onu hiss eləyim. Mən bunda update eləmirəm Raqif bəy. Amma istəyir. Yox. İstəmir. Hətta mən özüm bir iki dəfə özüm istəmişəm girəm eləyəm, gəlmir. Ya ola bilər ki, mən qoşdurmamışam. Bir də master account-la bağlı dediyiniz məsələ. Master account da olur. Master account nədir? Əslində avtomobil tam normal gəlib. Sadəcə biz burada avtomobilin bütün funksiyalarından, mobil əpindən və s. istifadə etmək üçün Bax görürsüz burada yazılıb login account. Login account. Bunu göstərir. Master account dediyimiz sadəcə avtomobilə iCloud kimi telefonu açdığımız üçün bir hesab açmaqdır, qeydiyyatdan keçməkdir. Sadəcə biz bu avtomobil hazırda Çin bölgəsində göründüyünə görə, biz bunun bölgəsini dəyişə bilmədiyimizə görə biz bu həmin hesabı aça bilmirik burada. Yəni açırıq. Amma Çin nömrəsi olsa, Çin nömrəsi olsa və buna VPN bənzəri proqramlarla, yəni müdaxilə eləyib avtomobili sanki Çindəymiş kimi göstərsək, Çin nömrəsi ilə qeydiyyat eləsək, çox sel edir də elə. işləyəcək. Amma burada yenə də bir mənfi var. O zaman gərək avtomobilin özünə də fiziki müdaxilə elətdirəsən, ora bir fiziki nömrə qoyasan ki, bu avtomobil 7/24 internetə bağlı ola. Bəli, elə olur da. Hə, yəni məsələ odur. Elə olur. Onun da aylıq abunəsi var, illə abunəsi var, onu verirsən, o yavaş-yavaş artır. Yox, sadəcə internetin mobil paketini alırsan, ay telefondakı Account paketi yoxdur. Yox, sadəcə hesabı açırlar, sənə login parolu verirlər və ya özün buradan qoşurlar, necəsə burada açırlar. O qalır orada artıq. Və başlayırlar səni Və sən- izləməyə. Yəni gizlədiləsi bir şeyim yoxdur. Niyə narahat? O Cem Yılmaz demiş. Manqalın Yox, başında söhbət ondan getmir ki, gizlədiləsi bir şeyin var ya yox. Söhbət ondan gedir ki, mən avtomobil almışam, bu mənimdir. Mənimdir də. Sən, yəni indiki halda sən yayımısan deyə. Qoşsam da mənimdir də. Yəni Yox, sənin nə olacaq ki ondan? Mən onu qəbul eləmirəm. İnterneti söndürdün, qoydun uçuş rejiminə səndir. İndi harasa başqa yerə gedirsən, telefonun atdığın kimi atırsan uçuş rejiminə. Ona da başqa GPS-lə falan necəsə görəcəklər. Siz avtomobili dəyişmək istəyirsiniz deyəsən. Sadəcə o izləmə məsələlərinə görə narahat. Yox, yəni ümumiyyətlə Alın, mən mənim xoşuma variantlarını gəlməyən elementlərdir. Yenə deyirəm, bax mənim şəxsən xoşuma gəlməyən elementlərdir. Burada kimisə, yəni keçən dəfə gördüm şərhlərdə yazmışlar ki, yox, sən onsuz da bundan qaçmaq mümkün deyil falan. Yenə deyirəm, yəni mənə görə evdir, avtomobildir. Yəni bu əmlakdır da. Yəni burada sən sahibliyi hiss eləməlisən. Hə, telefonda indi başa düşürük ki, hazırda belədir. Amma qalan şeylərdə heç olmasa sən bilməlisən ki, bunun sahibisən və bunun haqqında bütün qərarları sən verirsən, abunə deyilsən, ödəniş və s. Yəni adam gəlib bina ev alır, 400 manat hər ay orada kiməsə pul ödəyir və belə çıxır ki, bu ev alıb. Sən ev almamısan axı, elə bir ki, kirayədə qalırsan da öz evində. Abunə məsələsi məncə yalnız Teslalara aiddir. Bir də deyəsən çanqanlar bəzi Çanqanlarda var və ya gətirmək istəyir, hə. Hə, yəni və bunu təbii ki, insanlar dərk etmədikcə, insanlar buna meyilləndikcə, onlar da görəcəklər ki, elə cəmaət. Bir də həmin pillələr qutusu ilə bağlı kameranı xahiş eləyim, mən elə özüm buradan göstərim son olaraq. Elə monitordan buradan da. Axır ki, yenə kameranı götürdün də. Nə qədər ki, Kənan bu dəfə kameranı götürməsin, yenə. Həmin o dediyim P1, P3 motorlar məsələsi korobkanın içində. Bax, deməli burada gördüyünüz həmin o belə deyim də bu vizualdır. Mühərrik işə düşsə belə yerində, tutaq ki, yerində qaz veririk. Gördüyünüz kimi mühərrik işə düşür. O generatoru doldurur. P1 dediyimiz. Amma burada mühərrikin səsi gəlir. Əlövsətdə səs yox idi. Gəlir. Mühərrikin səsi gəlir. Mühərrik işləyir, doldurur yalnız generatoru. Generator doldurur bateriyanı və batareyadan güc qayıdır buradan bu digər P3 motoruna. O artıq təkərlərə ötürür həmin o gücü. Amma sən də qaz verəndə mühərrikin dövrlərinin artdığını hiss edirsən də burada. Hə, hiss eləyirsən. Əlövsət ona görə ona Dijok deyirdi ki, deyir mən qaz da versəm belə, mühərriki mən hiss eləmirəm də, yəni yoxdur elə bil.
Yox, burada Ki sonra dediniz ki o əslində trasa çıxanda onun səsi gəlməyə hə, başlayır. gəlir, ola bilər onda izolyasiya biraz daha üst segmentli deyə Yox, izolyasiya ümumiyyətlə biraz daha qoşulmamışdı yaxşı olar. da. Elə deyirdi. Sonra amma hə, yanacağın qoxusu gələndə bildi ki, orada mühərrik işləyir. Bəli. Ya bu Belə. vizual olaraq da bizə göstərir həmin məsələni. Və belə, bu da Destroyer-la bağlı yenə də yaxşılı, pisli və düşünürük ki, ən azından bəlli bir təcrübə üzərindən sizə yeni məlumatlar verə bildik və növbəti çəkilişdə görüşərik. Təbii ki, şəhərlərdə avtomobillər təklif edirsə çox sağ olun, amma kimdə varsa eyni zamanda yaxşı olardı ki, gəlsin onun avtomobilində elə özü ilə bərabər danışaq. Təşəkkürlər, sağ olun. Təşəkkürlər. Həmin bu kart məsələsi avtomobili açarsız iki versiyada. Açarla və ya kartla idarə edə bilirik. Əgər açarı unutmusunuz, nə bilim ikinci adam idarə edirsə, avtomobil sönülü vəziyyətdə kartı bura toxundurursunuz. Avtomobili kilitlədi. Toxundurursunuz, avtomobili açdı. Eyni şey salonda qol altlığı dediyimiz yerdə də bu kart üçün burada olduğu kimi NFC yazısı var. Kartı ora qoyursunuz, avtomobil işə düşür. Yəni start rejiminə keçir. Artıq monitorda okey yazılır və açarı içəridə qəbul edir də kartın hesabına. Belə deyim.